Salomon Şeraşevski elə bir insan idi ki, oxuduğunu demək olar ki, heç vaxt unutmurdu. Bəs bu sadəcə nadir bir qabiliyyət idi, yoxsa bizim də istifadə edə biləcəyimiz bir prinsiplər idi? İndi özünüzə baxın. Bir səhifə oxuyursunuz, amma yadda qalmır. Bir ad eşidirsiniz, amma itir. Nömrəyə baxırsınız, telefona yığana kimi yadda qalmır. Və siz nəticə çıxarırsınız, mənim yaddaşım zəifdir. Əslində problem sizdə deyil. Problem bundadır ki, Şeraşevski məlumatı söz kimi yox, təcrübə kimi qəbul edirdi. O eşitdiyini görürdü, hiss eləyirdi. Siz isə çox vaxt sadəcə eşidirsiniz. Buna sinesteziya deyilir. Nadir xüsusiyyətdir. Amma əsas məsələ bu deyil. Əsas olan prinsipdir. Beyin konkret və canlı olanı daha güclü yadda saxlayır. Mücərrəd olanı isə daha tez itirir. Yaddaş texnikaları məhz bu prinsipi şuurlu şəkildə qurur. Sözü şəkilə çevirirsiniz, məlumatı məkanlara yerləşdirirsiniz, fikri strukturlaşdırırsınız. Bu baş verəndə məlumat artıq qarışıq olmur. Beyin onu daha aydın qəbul edir və daha rahat geri çağırır. Siz zəif deyilsiniz, sadəcə sizə bu sistem öyrədilməyib. Əgər beyninizi daha aydın və daha effektiv istifadə etmək istəyirsinizsə, şərhə Şeraşevski yazın, bu sistemi sizə addım-addım göstərim.